Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyində Ramsfeld Fondunun Mərkəzi Asiya Qafqaz təqaüd proqramının iştirakçıları üçün qəbul təşkil olundu. We value not only all his things for the United States of America, but also for our region. Tədbirdə Ramsfeld Fondunun nümayəndələri və KAMKA proqramının təqaüdçüləri iştirak etdilər. Qəbulda çıxış edən səfir Xəzər İbrahim qonaqları salamlayaraq səfirlikdə proqram iştirakçıları ilə keçirilən görüşlərin artıq ənənəvi xarakter aldığını qeyd etdi. KAMKA proqramının regional məsələlərin əhatə edilməsi baxımından gördüyü işləri yüksək qiymətləndirdi. O, gələn il KAMKA-nın illik iclasının Bakıda təşkil olunacağını xatırlatdı. Bu, Böyük Mərkəzi Asiya regionunun daha geniş şəkildə təşviqi istiqamətində apardığımız səylərin davamıdır. KAMKA konferansları artıq təxminən 20 ildir ki, Vaşinqtonda və Amerika Birləşmiş Ştatlarında təhsil almış və fəaliyyət göstərmiş müxtəlif məzun nəsillərini bir araya gətirir. Bu iştirakçılar Amerika Birləşmiş Ştatlarının siyasəti, iqtisadiyyatı, biznes mühiti ilə yaxından tanış olmaq üçün ölkəyə gəlmiş olublar. Hər il təşkil etdiyimiz bu konferanslar vasitəsilə həmin məzunları yenidən bir araya gətiririk. Bu il konferans iyun ayında Azərbaycanın gözəl paytaxtı Bakı şəhərində keçiriləcək. Tədbirin əsas mövzusu orta dəhlizin inkişafı olacaq. Regionda baş verən bütün geosiyasi və geoiqtisadi dəyişikliklər konferans çərçivəsində ətraflı şəkildə müzakirə olunacaq. Gözləntimiz ondan ibarətdir ki, Mərkəzi Asiya, Cənubi Qafqaz, Monqolistan və Əfqanistandan olan gənc liderlər bir araya gələrək yeni layihələrə, yeni biznes təşəbbüslərinə və həm iqtisadi, həm də intellektual əməkdaşlıq üçün yeni imkanlara start verəcəklər. Bu konferans tərəfdaşlığın, regional əməkdaşlığın və qarşılıqlı etimadın əsl bayramı olacaq. Secretary Rumsfeld was always very fond of Azerbaijan and his counterparts there, and I know he would just be so. Daha sonra Ramsfeld proqramının icraçı direktoru Sara Tannucci çıxış edərək Azərbaycanla əməkdaşlıqdan çox məmnun olduqlarını dilə gətirdi. Regional forum 2014-cü ildə təsis olunub və artıq 10 ildən çoxdur ki, Mərkəzi Asiya və Qafqaz regionunun müxtəlif ölkələrində keçirilir. Sonuncu dəfə 2018-ci ildə Bakıda olmuşuq. Həmin vaxtdan etibarən forum regionun bir sıra paytaxtlarında təşkil olunub. 2026-cı ildə yenidən Bakıya qayıdacağımız üçün çox həyəcanlıyıq. Bu dəfə region üçün vacib olan mövzuların bütün sektorlar üzrə müzakirə ediləcəyi geniş miqyaslı 2 günlük konferans keçiriləcək. Forumda biznes nümayəndələri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, media və digər sahələrdən olan iştirakçılar bir araya gələrək mühüm regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, KAMKA proqramı 2008-ci ildən etibarən hər il yaz və payız aylarında Mərkəzi Asiya, Əfqanistan, Monqolistan və Cənubi Qafqaz regionundan olan 10 ölkənin nümayəndələrini bir araya gətirir. Proqram 5 həftə davam edir.